Hər vaxtınız xeyir. Bugün sizinlə çox gözəl, möhtəşəm ləzzəti olan bir salat bölüşmək istəyirəm. Gəlin birlikdə hazırlayaq. İlk öncə 300-400 qram qədərində toyuğun döşətini suda bişirirəm, qaynadıram. Ləzzətli olması üçün yer kökü, dəvnə yarpağı, qara dənə istiot və qaya duzu əlavə edirəm, qoyuram qaynamağa. Sonra deməli bir ədəd soğanı bu cür uzun fal-fal doğrayıram. Yağda qızardıram, yəni bir qədər diriliyi gedənə qədər qovururam. Üzərinə duz da əlavə edirəm bir çimdik və ardınca göbələkləri başlayıram qabıqlarını soymağa. Göbələklərin miqdarı 500 qramdır və sonra qabıqlarını təmizləyirəm. Su vurmuram, yumuram. Ümumiyyətlə göbələkləri yuyanda rəngi qaralır və özündən su buraxır. Amma qabığını soyuruq və salam. Ehtiyac qalmır yumağa və çox gözəl rəngi də açıq alınır. Və doğrayıram eninə. Gövdəsində istifadə edirəm, papağını da birlikdə bu cür yenə fal-fal doğrayıram. Və qovrulmaqda olan soğanımızın rəngi bir balaca qızılı rəngə dönəndə əlavə edirəm üzərinə və birlikdə qovururam. Mən göbələyi əvvəldən suda bişirmirəm. Suda bişirdiyi zaman həm rəngi tünd olur, həm istədiyim ləzzətdə alınmır. Amma bu cür birbaşa soğanla qovuranda və öz suyunda bişirəndə çox ləzzətli olur. Qoyduq, biraz xodunu azaltdıq, bir balaca qovurduqdan sonra qoyuruq bişməyə. Holland pendiri hardasa 200-250 qram rəndənin, yəni sürtkəcin xırda gözdən keçirdirik. Toyuqlar bişdi və onu mən blenderdə xırdalayıram. Çox rahat olur. 5 ədəd suda qaynatdığım yumurtanı da yenə blenderda xırdalayıram. Çox maraqlı, incə və rahat bir şəkildə xırdalanır. Artıq göbələyimiz bişmək üzrədir. Duzunu əlavə edirəm və keçirəm qara gavalını doğramağa. Yumuşam, yaxşı salfetlə suyunu süzmüşəm. Təqribən 300 qrama qədər istifadə edirəm qara gavalıdan. Və gördüyünüz kimi uzun-uzun, incə-incə doğrayıram. Deməli, istifadə edəcəm xama mayonez qarışığı bu məhsuldan. Gördüyünüz kimi streçlə bu cür qapadıram ağzını birbaşa və diş çöpü ilə 3-4 dəlik açıram və rahat bir şəkildə istifadə edirəm. Qabımın altından da həmin mayonez xama qarışığını yaydım, çünki altdan toyuq. Ən altdan toyuğun sinə ətini deməli düzürəm və quru alınmasın deyə ən altdan mayonez xama qarışığını bu cür yaydım. Deməli toyuğun döş ətinə